Cəmiyyətin tən yarısı olub Nəsimi Nəbizadə Şünas. Günlərdir ki, Nəsimi mövzusu bitmək bilmir, tükənmək bilmir. İndi də düşüblər, yazıq bu Ceyhun bəyin üzərinə. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbərinin üzərinə ki, ay aman aydadır bu bəs Nəsimi Nəbizadənin hüquqlarını pozur, insan hüquqlarını pozur. Ümumiyyətlə bu Reabilitasiya Mərkəzinin görəsən fəaliyyəti qanunudirmi? Daxili İşlər Nazirliyinə müraciətlər başlayıb. Xahiş edirik bu reabilitasiya mərkəzinin işini araşdırın filan. Nə bilim, Ədliyyə Nazirliyi belə getdi, o belə getdi, bu belə getdi. Ay millət, sizə nə olub? Yaxşılıq eləyəni söyürsüz, pislik eləyəni söyürsüz, yaxşılıq eləyəni döyürsüz, pislik eləyəni döyürsüz. Yaxşılıq eləyən də pis adamdır, pislik eləyən də pis adamdır. Siz nə istəyirsiniz? Nə oldu? Dünənə qədər heç yadınıza düşmürdü Nəsimi Nəbzadə. İçim mən qarışıq. İllərdir Nəsimi Nəbzadə televiziyada yoxdur, fəaliyyət göstərmir. Bəlkə birimiz həyatı ilə bağlı maraqlanmışıq. Bəlkə birimiz demişik ki, o cür sən televiziya aparıcısısan, xəbər aparıcısısan. Hamının sevdiyi xəbər aparıcısısan. Gəl bir əlindən tutaq o düşdüyün quyudan qaldıraq. Birisinə kömək eləyə bilməmsinizsə, linç eləməyə də haqqınız yoxdur. Bəziləri var. Biri deyir ki, mən filan yerin jurnalistiyəm. Biri deyir ki, mən filan nə bilim idarənin rəhbəriyəm. Biri deyir, mən filan birliyin sədriyəm. Nə olsun, hər kim olursunuzsa olun, nə olsun, siz neynəmsiniz Nəsimi Nəbzadə üçün? 4 aydır Nəsimi Nəbzadə Qurtuluş Reabilitasiya Mərkəzində bir qəpik də ödəniş alınmadan müalicə alır. Siz elə bilirsiniz, asandır orada müalicəyə tabi olmaq, müalicə almaq. O insanların A'dan Z'yə həyatları dəyişir. Getdi arxasınca şou yaratdı neynədir? Şou yaradanların özləri kiminsə şou yaratmağından danışır. Əcəb eləyir Ceyhun bəy onu çəkilişdən axtar. Sizin nəyinizə lazımdır? Siz kimsiz adama deyərlər? Bəlkə gətirib 1 manat indiyə qədər dəstək olmuşsunuz o Qurtuluş Reabilitasiya Mərkəzinə. Ay mərkəzini reklam edir, ay özü, siz də özünüzü reklam edirsiniz də.